Salam, hər vaxtınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva. Müxtəlif sahələr üzrə təlimlər təşkil edən Etkro Center və Arum Progressive Centerin rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəm. Bugünkü mövzumuz xüsusi təhsilə ehtiyacı olan uşaqlar və onların ailələri ilə ünsiyyətdir. Təlimçimiz Nicar Mehdizadə xüsusi təhsil üzrə mütəxəssis və müəllimdir. Təlimimiz rəsmi sertifikatıdır. CV-nizə yerləşdirə biləcəyiniz, eyni zamanda İL-12 savadlarınızı təqdim edə biləcəyiniz sertifikatı simvolik ödəniş əldə edə bilərsiniz. Təlim rekord olunur və gün ərzində mərkəzimizin Telegram kanalında paylaşılacaq. Keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamağınız və təlimin gedişatını bölməməyinizdir. Daha sonra suallarınızı verə bilərsiniz. Hər birinizə xoş öyrənmələr. Necəsiz Nicar xanım? Yaxşıyam Fatimə xanım, siz necəsiz? Yaxşıyam, var olun. Söz sizdədir. Hamı məni ümidvaram ki, görür. İndi öncəliklə sizinlə tanış olmaq istəyirəm. Bir öncəki slayd. Aha, bəli. Mən Nigar Mehdizadə, Azərbaycanda anadan doğulmuşam və Azərbaycanda 18 yaşına qədər Azərbaycanda yaşamışam. Yaklaşık 12 ildir ki Türkiye'deyim ve Türkiye'de okumuşam. Bütün təhsilimi Türkiye'de almışam və həmişə təlimləri türk dilində vermişəm. İlk dəfədir ki Azərbaycan dilində verirəm və əgər hansısa sözdə bir səhv tələffüz eləsəm və yaxud da bir şey olsa, xahiş edirəm mənə yazın. Çünki bunun bəlkə də qarşılığını Azərbaycan dilində bilmədiyimə görə türk dilində deyəcəm. Sunumumuz niyə türk dilindədir? Çünki dediyim kimi mən həmişə bu təlimləri türk dilində vermişəm, amma Azərbaycan dilində danışacağam bugün. Mən müəlliməyəm. Burada müəlliməlik oxumuşam, məktəbə qədər müəlliməsiyəm və xüsusi təhsilə ehtiyacı olan uşaqlarla işləmişəm uzun bir sürə və fikirləşirəm ki, bu mövzu Azərbaycanda da artıq daha fazla inkişaf eləyib və daha fazla bu mövzu ilə bağlı danışıqlar gedir və gördüyüm qədərilə əgər yanılmıramsa məktəblər belə var. Əgər yoxdursa mənə yaza bilərsiniz, amma yanlış bilmirəmsə var məktəblərdə. İlk mövzumuz keçə bilərik o birisi slaydımıza. Aha. Biz kimlərə xüsusi təhsilə ehtiyacı olan uşaqlar deyirik? Yəni bunlar kimlərdir? Əlbəttə ki, fiziksel əngəli olan və həm bir xəstəliyi ola bilər, həm bədənsel yetidə, yəni bir üzvü olmaya bilən uşaqlara biz xüsusi təhsilə ehtiyacı duyan uşaqlar deyirik. Bu fiziksələ girir. Eyni zamanda autizm, diqqət eksikliyi və hiperaktivite bozukluğu, Down sendromlu uşaqlar və fərqli dengə sorunu yaşayan uşaqlar da bunların içinə girir. Yəni mənim işlədiyim prosedurda zeka geriliyi olan uşaqlarda bunlar üçə ayrılırlar. Zeka geriliyi olan uşaqlar, az zeka geriliyi olan uşaqlar, orta və çox zeka geriliyi olan uşaqlar. Bunlarla birlikdə, zeka geriliyi ilə birlikdə əlbəttə ki, Down sendromunun yanında sendromu bəlli edən, yəni fiziksel olaraq bəlli edən xüsusiyyətlərin yanında bir də əlbəttə ki, zeka gerilikləri də ola bilər. Autizm sendromunun yanında da eyni səviyyədə. Çünki bilirsiniz ki, autizm sadəcə yəni zeka geriliyi ilə əlaqəsi yoxdur, amma bunlar da denk gələ bilir bazən. Mənim işlədiyim uşaqlarda ağır zeka geriliyi vardı və ağır autizm sendromu vardı. Yəni beləsinə uşaqlarda denk gəlir əlbəttə ki. Yəni biz bu uşaqlara xüsusi təhsilə ehtiyacı olan uşaqlar deyirik. O birisi slaydımıza keçə bilərik. Gəldik ən başa. Ailədə xüsusi təhsilə ehtiyacı olan uşaqlar yəni məncə artıq o qədər inkişaf eləyib ki, bütün tip də inkişaf eləyib,
Teknoloji də inkişaf edib. O yüzden biz əvvəlcədən də bunları tespit eləyə bilərik. Bilmirəm ətrafınızda varmı belə uşaqlar ya da bu belə uşaqları dünyaya gətirmək qərarı alan ailələr varmı? Əgər varsa mən həmişə bunu deyirəm ki, bu böyük bir cəsarətdir və bu böyük bir ürəyə malik olmaqdır. Belə bir uşaqları dünyaya gətirmək və ən böyük də darbə əlbəttə ki, ailələrə olur. Çünki hər bir ailə fikirləşir ki və istəyir ki, uşağı sağlam olsun, ona yaxşı bir təhsil versin, əlində olan maddi və mənəvi imkanların hamısını ona vermək istəyir və sonucunda isə çox yavaş-yavaş ilerleyen bir süreç ve zaman olur. Ailelerdeki ilk şok biraz uzun sürebilir. Elbette ki bu toplumun baskıları, ne inirsən, aldıra bilərdin, niye aldırmadın kimi sorular olur. Ailə uşağı qəbul etməkdə zorlanırkən, bir de toplumun belə bir baskısı olduğunda aile için bu inanılmaz ve çok yani kolay olmayan bir süreçti, yani çok çetin bir süreçti. Bir de bunun məktəbdə, yani uşağı dünyaya getirdik, bütün zorluklarla 1 yaşına kadar getirildi ve məktəbə göndərmək lazımdır. Birincisi, hər bir məktəb çox təəssüf eləyirəm ki, qəbul etmir. Çünkü fikirləşir ki, normal. Mən açıkçası yani insanların normal veya yani xüsusi təhsilə ehtiyacı olan uşaqların veya xüsusi uşaqlara anormal demək məncə çox səhvdir. Çünki hamımız insanıq və insan olan hər kəs məncə normaldır. Sadəcə fərqli potensial göstərən uşaqlar deyə bilərik. Məktəb əlbəttə ki, qəbul eləmir. İlk bariyer məktəbdə olur. Çünki istəmirlər ki, gəlişimi düzgün olan uşaqlarla iletişim kurulsun. Mən belə, yəni ayrırlar yəni bu uşaqları və farklı bir məktəbə göndərirlər. O məktəbdə əlbəttə ki, özü ilə bərabər eyni gelişim səviyyəsində olan uşaqlarla qarşılaşır və onlarla iletişim qurmağa başlayır. Sadəcə burada bir nöqtəni hər zaman gözdən kaçırırıq. Hansı nöqtədir o? O da odur ki, okey, özünə bənzəyən və öz görüşümü ilə olan uşaqlarla normal ünsiyyət qurdu. Okey, bəs yaxşı. Həyat axı belə deyil. Həyatın ətrafında, yəni onun ətrafında başqa cür insanlar da olacaq. Pis insanlar olacaq, yaxşı insan. Yəni bu uşaq bunları da görməlidir ki, ünsiyyətinə davam eləyə bilsin. Ona görə mən belə fikirləşirəm ki, heç olmasa həftədə 2 dəfə, 3 dəfə gəlişimi düzgün olan uşaqlarla da görüşülməlidir. Yəni bərabər bir ünsiyyət qurulmalıdır. Hər iki tərəfin də, yəni düzgün gəlişimi olan uşaqlarında, xüsusi uşaqlarında bərabərində iki tərəfdə də bir gəlişim olsun. Çünki normal uşaqlar da fikirləşirlər ki, dünya onların ətrafında dönür və hər kəs eyni tür anlama qabiliyyətinə malikdir və eyni tür bədənsəl özəlliklərinə malikdir. Toplumda da özəl gereksinimli çocukların belə ayırt edirlər ki, məsəl üçün mən əminəm ki, siz də denk gəlmisiniz, siz də görmüsünüz belə bir şeylər. Məsəl üçün mənim uşaqlığımda o vaxtlarım sizə danışıram 2002-2003-cü illərdən bir məhəllədə bir qız var idi, bir qadın var idi, 45 yaşı var idi və o bir o tərəfə, bir bu tərəfə gedib dolanırdı və hamı ona deyirdi ki, bu dəlidir, ona görə ona el vurmayın, ona yəni sataşmayın da, yəni sizi öldürər. Və hamımızın, mən və mənim kimi uşaqların ağlında qalıb ki, uşaqlıqdan bəri belə bir uşaqlar, belə bir insanlar vəbşə toplumda, ümumiyyətlə toplumda olmamalıdırlar və olsalar da onlar dəlidirlər. Mən indi bu işin içinə girəndən sonra, bu işi tamamən qavrayandan sonra və belə uşaqlarla işləyəndən sonra fikirləşirəm ki, nə qədər bizi fərqli və pis yönləndiriblər. Yəni çünki bu insanlar dəli deyillər.
Yəni bu insanlar bizdən fərqli deyillər, yəni. Ya da fərqlilikləri onları dəli edərmi? Dəlilik çox fərqli bir tibbi bir terimdir və çox fərqli bir alanlara keçir. Sadəcə zeka gəriliyi ola bilərdi o qadında. İndi fikirləşirəm, tam bilmirəm əlbəttə ki təşxisini, amma zeka gəriliyi ola bilərdi bəlkə də. Yəni o demək deyil ki, o bizi öldürəcək, o bizi vuracaq. Hələ də çox təəssüf eləyirəm ki, hələ də belə düşünən insanlar var və fikirləşirlər ki, yəni onlarla danışıb, onlarla ünsiyyətə girməkdənsə fikirləşirlər ki, onlar dəlidirlər və onlar mütləq bir zərər yetirəcəklər. E, Mən yadımdadır 16 yaşımda, 17 yaşımda mənim anam göz həkimidir və həmişə mənə belə bir tərbiyə verib ki, belə uşaqları görəndə icazə ver bir yaxınlaşsın. Bəlkə bir şey soruşacaq, bəlkə ona bir şey lazımdır və bir gün biz oturmuşduq öz ailəmizlə bir yerdə, yenə Azərbaycanda, Bakıda bir kafedə. Orada bir dənə qız, 12 yaşlı qız gəldi və mənim saçımı belə tutdu. Əlbəttə ki, mən özüm də uşaq idim və başa düşə bilmirdim ki, nə eləmək istəyir. Və anam mənə gözqaş elədi ki, tərpənmə, qoy əl vursun yəni saçına. Sonrasında danışmağa başlayanda mən başa düşdüm ki, xüsusi təhsilə ehtiyac duyan bir uşaqdır və icazə verdim ki, mənim saçımı sığallasın. Şəla nə edir Və gözdən qoy qaşıq. deyəsən birinin şeyi açıqdır. Aha, okey. Və mən icazə verdim ki, o uşaq mənim saçlarımla oynasın. Yəni bu tamamilə beynimdən silindi o andan etibarən ki, belə bir uşaqlar topluma təhlükə heç bir şəkildə gətirmir. Və yaxud da siz duymusunuz ki, və ya eşitmisiniz ki, hansısa birinə zərər yetirən uşaq və yaxud da yetişkin özəl gereksinimli olsun. Çox nadirən. Genəldə bizim kimi hər şey tam olan insanlar, çox da hər şeyi bilən insanlar zərər yetirirlər maalesef ki. Toplumla ilgili də belə bir şey vurğulaya bilərəm. O birisi slaydımıza keçə bilərik. Bu çox həssas bir mövzudur və mən fikirləşirəm ki, bu mövzu dediyim kimi bilmirəm, indi sizinlə yaxın tanış deyiləm, amma əgər varsa mənə xahiş eləyəcəm ki, chatdə yazın. Xüsusi təhsilə ehtiyacı olan uşaqlarla qarşılaşmısınızmı və yaxud da aramızda müəllim və ya müəllimə varsa, belə bir uşaqlarla ünsiyyət qurulmuşmu və yaxud da sadəcə o məktəbdə işləmək zorunda deyilsiniz. Sinifinizdə də ola bilər, ətrafınızda da ola bilər. Varmı belə bir necə deyim, özgeçmişi olan, yəni belə uşaqlarla özgeçmişi olan biri varmı aramızda? Mən indi baxım chatə-də. Əgər yoxdursa, direkt mövzuya keçəcəm. Axşamınız xeyir olsun Nigar xanım. Axşamınız xeyir Samira xanım. Mən sizin Şəkidən izləyirəm. Şəkin Uzqar bir kəndində dərs deyirəm. Xoş Həm gəldiniz. əlavə, çox sağ olun, ikinci təhsil olaraq korreksiya edici təlimçi kimi də reabilitasiyada çalışıram. Necə oldu? Ora qısa bir özət keçim, ondan sonra deyərəm. Yəni mən pedaqoji təhsil almışam 2001-ci ildə. Bu məktəbdə olduğum 16 il ərzində işlədiyim ərzdə mən ancaq ev təhsilində fərdi təhsil işləmişəm. Burada işləyən mən, yəni o vaxtı bəlkə də siz indi məndən həqiqətən burada əksəriyyət kiçik olduğuna görə mən ətraflı məlumat verim ki, o vaxtı müəllimlər heç bir kim ev təhsilinə getmək istəmirdi. Yəni dərs saatı Sovet dövründə bitmədiyinə görə müəllimləri ev təhsili, fərdi təhsillə, dərslə təmin edirdilər ki, dərs yükü bitsin. Və mən orada müəyyən qədər baza yığdım, belə deyim. Ən ağır uşaqlarla işləmişəm ki, yəni burada cerebral iflisdir, downloadur. Yəni bunlar əvvəllər hal-hazırdakı kimi məktəbə belə deyim də, inklüziv təhsil olmadığına görə o zamanlarda ancaq ev təhsili idi, bir də fərdi təhsil idi. Bunlar ayrı-ayrı. Hə. Orada mən gələ-gələ Nigar xanım, mən elə bir ki, illər sonra, çünki az kontingentli kənd məktəbi olduğuna görə siniflər komplektə girirdi. Mən məcburiyyətdən, ehtiyacdan dedim ki, mən nə edə bilərəm?
Mən özümü həmişə xüsusi təhsildə gördüm və loqoped defektoloq kimi özümü yetişdirdim. Qeyri-formal şəkildə olsa da, yəni çox belə tanınmış mütəxəssislərdən təlim almışam. Hansı ki, bəlkə tanıyırsınız, Lala İmanova loqopsixologiyanı o verib mənə, Xalidə Həsənova, sonra İkram Rüstəmovun nəfəs klinikasının koordinatoru Xalidə Həsənovadan loqopediyanın əsaslarını A-dan Z-yə deyərəm, tam öyrənmişəm də belə. Yəni özümü hələ də yetişdirirəm. Ya belə ola, yəni mənim həmişə sinifimdə, ətrafımda, kənddə də əksəriyyət inklüziv uşaqlar olduğuna görə, yəni elə sinifimiz yoxdur ki, orada inklüziv uşaq olmasın. Amma bizim təhsildəki boşluqlarımız nədir? Hər kəsdən üzr istəyirəm, bəlkə vaxtınızı alıram. Amma Yox, xoşdur, buyurun. Səsimi çatdırım ki, heç vaxt bizdə material olmayıb. Xüsusi təhsildə olan uşaqlar üçün. Mən onu təlimlərimizdə də demişəm. İnklüziv təlimdə ən axırıncı dəfə 2019-cu ildə karantinə girəndə biz elə Təhsil Nazirliyinin nəzdində olan təlim belə Şəkidə müəllimlər üzərində keçirilirdi. Amma orada yəni material verilir proqram olaraq ki, belədir. Amma mən orada da dedim ki, siz bizdən Amerika komfortu istəyirsiniz, Afrika şəraiti yaratmışsınız. Yəni bizə deyirsiniz ki, inklüziv sinif, bəs mən sinifdən dərs istəyirəm də. Heç olmasa kölgə müəllim, nə isə verməlisiniz ki, axı biz o proqramı həmin uşağın da öyrənmə haqqı var da. Bu uzun, çox böyük məsələdir. Çox belə çəkişməli məsələdir, müzakirə olunacaq bir şeydir. Həmişə susurdular. Deyirdilər ki, məsələn, mən də proqramı olduğu kimi belə formal şəkildə yazmışam, olduğu kimi 4-cü sinifdə, oradan bura köçürmüşəm. Halbuki 4-cü sinif pilot layihələr var, bilirsiniz. Amma fərdi təhsil deyiriksə, burada elə saatlarımız var ki, 05 saatla hesablanır. Yəni 6 həftə, üst həftə, hibrid həftələrdir. Mən başa düşə bilmirdim ki, yəni həmişə elə bilirdim ki, o uşağın haqqına girirəm. Özümdən proqram, sizə mən hansı illəri deyirəm, 2014-cü ildə, 2015-ci ildə mən proqramı özüm yazırdım ki, uşaq üçün xüsusi proqram. Amma jurnal axı bizdən onu istəmir, nazirlik bizdən başqa şey istəyir ki, oradakı. Hətta uşaq komissiyaya gedəndə də deyirdi ki, sən niyə vurma cədvəlini səlis bilmirsən? Dəfələrlə mən komissiyadakı həkimlərlə, müəllimlərlə mübahisə eləmişəm, region rəhbərliyi ilə. Deyirdilər ki, sən uşağın vəkilisən, hətta belə deyirdi. Elə bilirdilər ki, mənim hansısa pul maraqlarım var. Özünüz bilirsiniz Tamirə ki, xanım, çox üzr istəyirəm. Sendromu nə idi? uşaqda serebral iflic idi, üstə gəldə onda var idi, dizartriya da var idi. Yürümə əngəlli idi. Amma əqli yerindədir. Bunu yürümə əngəlli olsa belə, sənədə əqli gerilik yazdıqlarına görə heç xarici dil tədris olunmurdu. Axıra qədər də olunmadı. Yəni bildiniz, məsələn, Şəkidə 3 böyük layihə var, inklüziv layihə var. Biri böyük şəhər məktəbləridir, biri 7 nömrəli məktəbdir, biri 12 nömrəli məktəb. Bir də Mehriban xanım gəlib bizdə açılış eləmişdi, gimnaziya. Amma orada yəni adı gedir də bunun. Orada heç bir mütəxəssis yoxdur. Konkret mən müraciət eləyim, mən niyə indi özəl sektorda işləyirəm? Mən də istəyirəm dövlət müəssisəsində işləyim. Orada çox insanlara xeyir. Bilirsiniz ki, özəl sektorda ödənişli olduğuna görə ora çox az adam gələ bilir. Yəni az insanlar ətrafımızda olur bizim. Çox insanlar maarifləndirə bilmirik. Uşaqları, yəni bildiklərimizi çatdıra bilmək imkanlarımız çox azdır. Biz hətta rayon deyəndə də insanlar buradan gedir Bakıda təlimi alır, da adını demirəm. Elə bilirlər ki, rayonda olan təlimlərimiz, yəni dırnaq arası. Amma onlar ya gəlmir, ya da bizi tanımır. Hətta bilmir ki, misal üçün, bizdə təlimin seansı misal üçün 10 manatdır, bir seans 10 manatdır. Halbuki Bakıdan 5 dəfə ucuzdur da, belə paytaxtda. Amma yüksək səviyyədə. Bilmirəm, mən sizə nə qədər belə qənaətbəxş danışa bilirəm ki, nə qədər inandırıcı olur. Həqiqətən də təhsilli müəllimlərimiz, savadlı mütəxəssislərimiz rayonda çoxdur. Sadəcə əlimizdə material yoxdur. Ancaq biz xarici materiallar, Türkiyə, Rusiya, xarici materialları götürürük, tərcümə eləyirik, xüsusi təhsil olsun, reabilitasiyalarda olsun, sonra belə istifadə edirik. Yəni, belə əsl ədəbiyyat yoxdur da, deyim belə. Həqiqətən boynumuza alaq ki, Azərbaycanda o ədəbiyyatı yoxdur. Yəni, biz hardansa alırıq, tərcümə eləyirik. Şükür olsun ki, yəni, həqiqətən də keyfiyyətli var məhsullar. Amma o bizim işimizi artırıraq, ləngidir işimiz. Belə. Çox sağ olun, üzr istəyirəm.
Çox təşəkkür edirəm Samirə xanım. Çox Sağ olun. Çox yarayan, qanayan yerə deyəsən duz bastım. Yəni başa düşürəm sizi və təbrik Hələ edirəm bu bir şey arada. də deyim Nigar xanım, hələ bir məktəbimiz var ki, 17 nömrəli böyük bir məktəbdir. Yəni o məktəbdə hətta Şəkidə olan uşaq evindən, misal üçün yaşı düşən uşaqlar onun ərazisindədir deyə həmin məktəbə gedir. Siz təsəvvür eləyirsiniz, Şəkidə region üzrə ən böyük uşaq evi Şəkidədir, böyük bir, yəni çox yüksək səviyyədədir şərait. Amma belə deyim də, belə deyəndə bəlkə də kimsə bilmir. Mən tələbə vaxtı oxuyanda praktikamda uşaq evində keçdiyimə görə mən bilirəm ki, orada üzr istəyirəm ifadəmə görə sürü halında yaşamaq, yemək, içmək, çimmək, yatmaq deyincə, yəni vəhşi bir ortam yaranır. Nə edirsən elə, yəni orada o qədər gərək şuur yüksək səviyyədə olsun ki, o uşaqlar inkişaf eləsin. Həmin uşaqlar tipik olan uşaqlarla, onlar hansı ki inklüziv sayılır, onlar həmin 17 saylı orta məktəbinin ibtidai sinifində və yuxarı siniflərində var ki, hamısı əksəriyyəti orada təhsillə, yəni məktəbə cəlb olunublar. Onların yanında mentor deyil, müəllimləri də gəlir, amma onlar heç biri o sinif müəllimlərinə girib nə kömək eləmirlər. Yəni mən bunun canlı şahidiyəm. Ya da orada materialı götürüb o uşağı bəsitləşdirmiş formada vermir ki, bu sadəcə elə bir üzr istəyirəm ifadəmə görə bir sürü halında gətirirlər, tökürlər, dərs müddəti bitdi, oradan da avtobusa yığırlar, aparırlar həmin o türmə şəraitində olan yerdə. Yəni baxın, bundan böyük problem yoxdur ki, həm sinifdəki şagirdlərlə ziddiyyət yaranır. Çox böyük problemlər var ki, məsələn, bəlkə də böyümür, səsləndirmir, amma mən bilirəm də nə deyirəm. Yəni inanın ki, gələcəyin potensial cinayətkarları yetişir. Bax, mən sizə açıq deyirəm bunu. Ki, niyə? Çünki düzgün təlim, tərbiyə, düzgün, necə deyim belə, korreksiya olunmadıqlarına görə, onlar bax, gələcək üçün bizim indi eşitdiyimiz o Allah eləməmiş, bizdən uzaq olsun, Türkiyədə olan və yaxud bu yaxında Bakıda İdraç liseyində olan, baxın, hamısı onun gələcəkdə yaranan prosesləridir ki, arzulamazdım, amma elə bilin ki, uşaq izolyasiyalarının sayı artacaq kimi görünür. Uşaq türmələrinin, belə deyək, bax, belə görünür. Əlbəttə, mən başa düşürəm sizi. Mən dediyim kimi, Azərbaycanda heç bilmədiyim üçün bu sistemi, mən bütün həyatım boyunca burada təlim almışam, təhsil almışam və burada işləmişəm. Buradakı sistem çox fərqlidir oradakindən. Çünki burada dövlət tərəfindən bu tərs məktəblər yönetilir və hər bir xüsusi təhsilə ehtiyacı olan uşaqların belə bir məktəbə getməsi zorunludur. Həftəlik dərslər verirlər onlara və materiallar verirlər. Yəni bu özəl də olsa, dövlət məktəbi də olsa, özəl məktəbi də olsa, dövlət yönədir bunu və hər zaman da dövlətin əlindədir bu işlətmələr və nə gərəkirsə onu da verir, yəni müəllimə ki və yaxud da müəlliməyə ki, uşaqların gelişməsi açısından. Bir də belə bir şey vurğulaya bilərəm ki, dediniz serebral palsi şeyini, bəli, bizdə də var idi belə bir uşaqlar. Onun üçün də mənimlə birlikdə, yəni müəllimə ilə birlikdə bir fizioterapist də işləyir. Çünki Türkiyədəki sistemin düşüncəsi belədir ki, zihinsel olaraq gəlişiyorsa, bədənsel olaraq da gəlişməlidir. Hansı uşaqlara ehtiyac varsa bu şəkildə gəlişir. Sizi təbrik edirəm bu aldığınız eğitimlərdən dolayı. Əfsuslar olsun ki, saydığınız uzmanları tanımıram. Dediyim kimi, Azərbaycanda deyiləm. Mən bir də Türkiyədən hər həftənin 5-ci günü, üzr istəyirəm, Ufuk Timuçin Ocanın, mən hər həftənin 5-ci günü burada Zoom proqramı ilə qoşuluruq biz onun pulsuz eğitimlərinə. 2 ildən artıq da autizm üzrə uzmandır o. Yəni orada mən görürəm ki, hətta orada 100 nəfərdən artıq proqrama qoşula bilmir. Çox təəssüf olsun ki, mən hələ o hocanın təlimində biz Şəkidən 2 nəfər həmişə müəllimə qoşuluruq, onu izləyirik. Çünki biz ikimiz bir yerdə işləyirik, reabilitasiyada da. Heç vaxt görməmişəm ki, nəinki Şəkidən, hətta Azərbaycandan digər bir mütəxəssis qoşulsun və o uzmanın, o mütəxəssisin, o doktorun belə deyim təlimini dinləsin. Hər dəfə, hər həftə yarım saat valideynlərlə, türk valideynlərlə təbii ki, həm fikirlərə də qulaq asır, qalan da
ikinci saata keçirik. Hər həftənin 5-ci günü olur. 2 Hı hı. saat bizə bu insan təlim verir. O qədər gözəl bir təlim. Çünki mən ondan öyrəndiklərimi heç bir kitabda yazılmamışdı. Heç bir kitab onu öyrətmir. Yaşanmışlıqları ortaya gətirir. Praktikasını tökür də bu insan Bu orada. bu mövzu bilirsiniz dediyiniz kimi oxumaqdan əlavə, yəni nə qədər oxusan da, nə qədər yəni bu Davamlı simptomu, o simptomu olmur. Birə-bir işləmək lazımdır və təmas eləmək lazımdır ki, Bəli. bunu başa düşə biləsən. Çox düz vurğuladınız bunu. Çox sağ olun ki, Təşəkkür siz edirəm. də bugün bu mövzuya ələlxüsus mən təlimlərdə pulsuz belə üzr istəyirəm ifadəmə görə ödənişsiz təlimlər ən çox izlədiyim təlimlər budur. Hətta bu günsə o qədər unutmuşam. Elə bilirəm bura yoxdur linki məndə. Bir də təkrar Instagramdan yazmışam. Deyirlər ki, qrupdasın. O qədər qrupda varam ki, yəni elə bilirəm ki, yetmir. Yəni o mənə bəs eləmir. Hardansa yarımçığam. Yəni istəyirəm ki, əlavə çünki hər mütəxəssisin öz texnikası var. Hər Əlbəttə. kəsdən dedim, bu gün mənim 46 yaşım var və mən hələ də oxuyuramsa, mən istəyirəm ki, ətrafımda, yəni xüsusi təhsilə ehtiyacı olan inklüziv uşaqlar çox az olsun. Yəni hər kəs bərabər təhsil hər kəs üçün əlçatan olsun. Yəni bunun üçün bizim dövlətimiz də səy göstərməlidir ki, həqiqətən material, vəsait, bir də ədəbiyyatı. Mütləqdir bu. Nigar xanım, yəni biz belə danışırıq, amma əlimizdə tutarlı bir materialımız həqiqətən yoxdur. Bax, bizim ən zəif tərəfimiz də budur ki, biz yetişə bilmirik. Ki, bir insan kitabla oxunub oxumaq o bambaşqa bir şeydir. Çox təşəkkür edirəm. Çox yaxşı ki, səsinizi duyurdunuz və sizdən xahiş edirəm ki, sunum bitəndən sonra mənə ulaşa bilərsiniz onsuz da. Orada bütün şeylər yazılır. Mən əlimdən gəldiyimcə, yəni sizə şəkiyə bir şəkildə Çox sağ olun. yararda buluna bilərəmsə, nə mutlu bana necə deyərlər. Çox təşəkkür edirəm. Çox sağ olun. Katkınıza görə. Var olasınız. Gəldik indi xüsusi təhsilə ehtiyacı olan uşaqların müəlliməsi olmaq. Nədənsə bu toplumda bu belə bir algılanır ki, mərhəmətli olan hər kəs bu uşaqların öyrətməni ola bilər. Əlbəttə ki, hər bir şeydə olduğu kimi mərhəmət əlbəttə ki, olmalıdır. Amma heç bir şey bilmədən mərhəmətin o uşağa bir faydası varmı? Əlbəttə ki, yox. Birincisi, o uşaqlara qarşı yazığın gəlir pozisyonda baxmamaq lazımdır. Çünki onlar bir bireydilər və onlar bir artıq vətəndaşdılar və nə qədər, yəni nə gəlişə bilirsə, nə gəlişdirə bilirsinizsə, bunu gəlişdirməlisiniz. Deyəlim ki, 1-dən 5-ə qədər rəqəm öyrədəcəksiniz. Normal uşaqlarda və yaxud da normal gəlişimi düzgün olan uşaqlarda bunu bir həftə eləyirsinizsə, bu tərz xüsusi təhsilə ehtiyacı olan uşaqlarda bu gedir 2 ay və yaxud da 3 ay. Bunun üçün proqramlar var əlbəttə ki. O proqramlara baxaraqdan biz eləyirik bunu. Sürək, zaman çox yavaş irəliləyir kimi görünür. Amma o bir ayın sonunda uşağın daha biri bilə bilməzkən birdən-birə 1-dən 5-ə qədər saymasını eşitmək gerçəkdən çox insana xoş təsir eləyir və müəlliməliyin əsas təməlini qoyur. Yəni sən bilirsən ki, hər kəs öyrədə bilər normal və yaxud da gəlişimi normal olan uşaqlara. Amma zəka geriliyi olan, autizm sendromu olan, Down sendromu olan uşaqlar üçün bunu sürekli təkrar eləməlisən və burada böyük bir səbir lazımdır. Bu ən önəmli şeylərdən biridir. Bu uşaqların, hər uşağın öz gəlişimi var və öz, yəni birə-bir belə eləyə bilmərsiniz də. Yəni bütün necə uşaqları otuzdururuq normal sinifdə, otuzdururuq və başa salırıq bir şeyləri. Xüsusi təhsilə ehtiyacı olan uşaqlarda bunu eləyə bilmərsiniz. Birincisi birə-bir olmalıdır bütün seanslar. İkincisi bütün o xəstəliyi və yaxud da o semptomu, sendromu, hər şeyini bilməlisiniz. Hansı dərəcədədir, hansı sendromu var, nələrdən xoş gəlir və yaxud da bir də bunu vurğulamaq istəyirəm ki, uşaqlarımız, bu tərz uşaqlarımız fiziksel olaraq çox güclü olurlar. Zəkası biraz geridə olan uşaqlarımız fiziksel olaraq çox güclü olurlar və
əlbəttə ki, gördüyünüz kimi mən nə bilim olaram 50 kilo, 60 kilo. O 13-14 yaşında ya da 15 yaşında artıq 90 kilo olur və istədiyi kimi sizi bir yerdən bir yerə də ata bilir ki, mən də qarşılaşmışam belə şeylərlə. Yəni bunu kişisel olaraq dəyərləndirməyib, onun bir simptomu olaraq dəyərləndirmək lazımdır və öncəsindən ailələrlə görüşüb uşağa dair bütün hər şeyini öyrənmək lazımdır. Hirsləndiyində nə edir? İstəmədiyində nə edir və yaxud da istədiyində nə edir? Çünki sizə belə bir mən örnək verim. 14 yaşında bir uşağım var idi. Ağır autizm sendromu var idi və eyni zamanda da diaqnozunda ağır zəka geriliyi var idi. Oğlan uşağı idi. Oğlan uşağı olduğundan daha da bir güc, qüvvət var idi. Yəni siz belə düşünün ki, 14 yaşında uşaq, nə bilim, bir cavan oğlan qədər güclüydü və biz onunla eğitimdə idik. Danışa bilmirdi. Əlbəttə ki, hər şeyi anlaya bildiyi qədər hərəkətlərlə göstərirdi. Bir müəlliməmiz içəri girdi və mənə dedi ki, Nigar hocam, mən gedirəm, bəs görüşərik. Sadəcə mənə belə toxundu. Yəni görüşərik deyib mənə belə toxundu. Uşaq təhdid olaraq algıladı onu. Onun mənə zərər yetirdiyini fikirləşdi və bir anda hər şeyi, yəni heç birimiz əngəl ola bilmədik, hər şeyi atıb o müəlliməmizə saldırdı. Və saldırını belə qabağına keçdik ki, reflekslərim çox güclüdür və hər bir xüsusi təhsil ehtiyacı olan uşaqlarla işləyən hər kəsin refleksinin çox güclü olması olduğunu düşünürəm. Ayağımla əngəl olmağa çalışdım və yıxıldı. Yıxıldıqdan sonra tutdum və tutduqdan sonra sakitləşdirdik. Və mən bəlkə də 50 dəfə ona hər şeyin yaxşı olduğunu, mənə heç kimin zərər yetirmədiyini başa salmağa çalışdım və güclə sakitləşdirdik. Amma müəlliməmiz əlbəttə ki, çox pis vəziyyətdə idi. Yəni bir həftə işə gəlmədi. Yəni demək istədiyim şey budur. Burada sadəcə mərhəmət hissi önəmli deyil müəllim olmaqda. Bu uşaqların müəlliməsi və yaxud da müəllimi olduğunuzda sadəcə mərhəmət hissi yetərli olmur. Psixolojik olaraq sağlam olmalısınız. Hər tür olayda soyuqqanlı olmalısınız. Refleksləriniz çox güclü olmalıdır və anlamalısınız. Yəni belə deyim də, mən onu anlamasaydım əgər ki, o təhdid olaraq algıladı, mən deyərdim ki, gəlməsin, mən istəmirəm işləmək, gibi. Yəni ona görə bu çox önəmlidir. Simptomunu bilmək və dərəcəsini bilmək və ailə ilə ünsiyyət. O birisi slayda keçə bilərik, Fatma. Burada da əlbəttə ki, iletişimdən söz etmişəm. İletişim dediyim kimi, hər uşaqla fərqli olmalıdır. Bir uşaqla siz uzaydakı mövzunu danışıb tartışa bilərsiniz. Bəzisi ilə isə sadəcə bir rəqəmini öyrənə bilərsiniz. Üstün zəkalı uşaqlar da ola bilər. Bu arada xüsusi təhsilə ehtiyacı olan uşaqların içində üstün zəkalı da ola bilər. Dediyim kimi, uşaqlarla iletişim olaraq kimin təmasdan xoşu gəlir? Down sendromlu uşaqlarımız məsələn çox inadçı olurlar və sevgi dolu olurlar. Yəni onlarla ünsiyyət, hər şeyə həmən qırıla bilərlər və həmən üzülə bilərlər. Ona görə onlarla ünsiyyətdə daha həssas olmaq və sözlərinizi necə deyirlər belə cımbızla seçməlisiniz. Və çox belə biraz tənbəl olurlar. Onların o tənbəlliklərini də belə şirin uyğunlaşdırıb hərəkətə keçirtməlisiniz. Bəziləri çox həssas olur, bəziləri çox aqressiv olur, bəziləri heç danışmır, sonradan danışmağa başlayır. Və burada biraz da önəmli olan şey insan olaraq sizin mizacınız. Yəni mizac burada çox önəmlidir. Yəni nədən önəmlidir? Hər şeyi, yəni bu uşaqlar beləncə deyə oturub vah eləməkdənsə daha pozitiv və daha inamla iləri sürdürməlisiniz. Bir öğrencimdə belə bir şey var idi, danışmırdı və artıq 16 yaşına gəlmişdi. Mən fərqli ünsiyyət şeylərini çox sevirəm və mən fikirləşdim ki, necə
yəni necə tapa bilərəm bu uşaq nədən xoşlanır və nədən etkilənir? Bir gün elə belə sadəcə səsimlə başladım a deyə belə melodi kimi belə səsləndirməyə və baxdım ki, mənimlə melodiya eyni zamanda eşlik eləyir. Və mən dedim ki, hə, demək ki, bu yolla ünsiyyət daha rahat olacaq onunla və biz ata deməyi onunla birlikdə başardıq. Ana deməyi başardıq. Əlbəttə ki, ilk ana dedi. Sonra atamız gəldi dedi ki, ata da dedizdirə bilərsiniz. Çox sevinmişdilər. 16 yaşında bir uşaq üçün bu, heç danışmamış bir uşaq üçün bu, yəni möhtəşəm, hələ ailəni düşünün, möhtəşəm bir hissdir, hisslərdir. Ona görə deyirəm ki, ən önəmlisi o uşağa dair, yəni tamamilə gözləm və uşağın nəyi sevib, nəyi sevmədiyi çox önəmlidir və hər yolu denəməlisiniz mutlaka. Muzika, təmas, material, nə bilim, su belə ola bilər, su. Bəlkə suya dokunaraq, yəni daha iletişim yaxşı qura bilər. Yəni fərq eləmir. Önəmli olan bunu gözləmləyib görmənizdir. Slaytımızı dəyişdirək. Aha. Bu da çox önəmli bir mövzudur. Nə edə bilərik? İşarət dilini öyrənə bilərik. Ən basitindən sizə deyirəm. Universitet dönəmlərimdə eğitim fakültəsi okul öncəsi öyrətmənliyi bölümünü bitirmişəm mən. Universitet dönəmlərimdə mən işarət dilini öyrənməyə başladım. Özüm də heç bilmirdim belə uşaqlarla işləyəcəm. Amma işarət dilinə bir ilgim var idi və işarət dilini öyrənməyə başladım. Və sizə belə bir şey deyim ki, bu sadəcə mənim öyrətmənlik, yəni müəllimlik həyatımda deyil. Toplumdakı ünsiyyətimdə və bir çox yöndən nə qədər yaxşı bir şey elədiyimi gördüm və düşündüm. Niyə? Çünki belə insanlar özlərini jest və mimiklərlə və şiddətlə iletişimə keçmək istəyirlər. Başqa yerlərdə özlərini ifadə edə bilmədikləri məqamlarda mən araya girirdim və başa salırdım ki, əslində bunu demək istəyir, yəni sizə. Sadəcə biz uşaqlarımıza, öz uşaqlarımıza nə öyrədirik? İngilis dili, rus dili, türk dili, o, bu falan. Xeyr, mənim düşüncəmə görə ilk öncə işarət dilini öyrənməlidir bir uşaq. Niyə işarət dilini öyrənməlidir? Çünki toplumda başqa tür iletişim kuran uşaqlar da var, insanlar da var. Biz çox əfsuslar olsun ki, bunu yəni düşünmədiyimiz üçün hər zaman başqa dillərə yönəldiyimiz üçün biraz belə uşaqlarımız geri planda qalırlar və anlamaqda da zorlanırıq. Sonra Braille əlifbəsi var. Bilmirəm, bilirsiniz bununla ilgili. Braille əlifbəsi körlər əlifbəsidir və toxunaraq biraz açıqcası mən zorlandım onu öyrənəndə. Daha bundan 4 il bundan qabaq öyrəndim onu. Biraz çətin bir öyrənmə mexanizması var. Amma dediyim kimi, yəni bu tərz uşaqlar üçün bunları eləyə bilərik. Bu ən basiti. Sonrasında yolda gedəndə, bilmirəm Azərbaycanda necədir, Türkiyədə belədir ki, sadəcə ağ rəngdədirsə, palkası, çubuğu, o işitmə engellidir. Amma palkanın həm üst tərəfində, həm aşağı tərəfdə siyah və 2 dənə siyah palçıqa, üstündə də siyah, 2 dənə siyah olanda isə həm eşitmə, həm də görmə engelli olur. Bunları məsəl üçün bildikdə daha faydalı ola bilərik deyə fikirləşirəm. Sonra dediyim kimi yenə mən düşünürəm ki, Bakıda, Azərbaycanda da var, yəni belə engelli bireylər üçün edilən, yəni park yerləri. Bunları zəbt eləməməklə o uşaqlar üçün bir şey edə bilərik. Körlərin və ya görmə engelli insanların getdiyi yolu zəbt eləmədən onlar üçün bir şey eləyə bilərik. Bir də ki, sizdən çox xahiş eləyirəm, bunu hər eğitimimdə deyirəm, həm Türkiyədə də deyirəm bunu hər zaman, indi də burada deyim. Sizdən bu tərz insanlar yardım istəmədikcə xahiş eləyirəm, onlara yardım eləməyin, təklif eləyin. Amma sizə deyirlərsə ki, yox, çox sağ ol, mən özüm həll eləyəcəm. Demək ki, doğrudan da özü həll eləyəcək. Çünki bu onlar üçün önəmlidir. Yəni onların özgüvəni ilə əlaqəli bir şeydir. Daha bundan bir il qabaq
qarşıdan qarşıya yolda keçirəm burada, Türkiyədə və bir oğlan özü keçməyə çalışır. Həm görmə engellidir, işitmə engelli değildi amma görmə engelli idi və keçməyə çalışır. Bir dənə qadın götürdü onun qolundan tutdu və heç bir şey demədən qarşıdan qarşıya keçirdi. Düşünə bilirsiniz, görmürsünüz və sizin qolunuzdan kim tutub onu da bilmirsiniz. Mən oturub qıraqdan fikirləşəndə dəhşətə düşdüm. Heç soruşmadı ki, sənə yardım eləyim ya yox da. Fikrini də almadı. Yəni bu insanlar eşidə bilirlər. Yəni sadəcə bir yerdə xüsusi bir engəlləri varsa, o demək deyil ki, onların haqları yoxdur. Və o oğlan o qadına dedi ki, mən sizdən yardım istəmişdim. Axı mən sizdən yardım istəmədim. Niyə mənə yardım elədiniz? Mən orada fikirləşdim ki, nə qədər düzgün bir yaxlaşımdır və mən bunu hər eğitimdə dedim, danışacağam və anlatacağam ki, belə insanlara ilk başda soruşuruq, istəyirsə əgər yardım eləyirik, istəmirsə əgər okey deyib, sadəcə vətəndaşlıq borcumuzu yerinə yetiririk də, yəni soruşmaqla. Kənardan durub izləyə bilərik, yəni təhlükə qarşısındadırmı, yoxsa deyilmi? Çevirə bilərik o birisi slaytımıza. Məni dinlədiyiniz üçün çox təşəkkür edirəm. Çox xoşbəxtəm ki, bu təlimi Azərbaycan dilində verdim və ümid edirəm ki, Azərbaycan dilində fikirlərimi çox yaxşı ifadə eləyə bildim. Əgər bir yerlərdə, bir sözlərdə bir yanlışlıq olubsa, üzr istəyirəm yenə də. Suallarınız varsa mənə yönləndirə bilərsiniz. İstəyirsinizsə sohbət qismindən, yəni chat qismindən da yönləndirə bilərsiniz. Səsli də sizi dinləməyə hazıram. Məndə chat qismi niyə açılmır görəsən? Sualı olan deyəsən yoxdur, belə başa düşürəm. Ya da biraz gözləyim. Varmı belə bir müəllimlər ya da müəllimələr xüsusi təhsilə ehtiyacı olan uşaqlarla işləyən? Bu mənə çox maraqlıdır çünki. Samirə xanım dedi, başqa varmı? Çox merak edirəm. Salam Nigar xanım. Axşam Salam. olsun. Təşəkkür Axşam edirəm bizə vaxt ayırdığınız üçün. Mən təşəkkür edirəm qatıldığınız üçün. 6 yaşında qızım var. Qızım özü xüsusi uşaqdır. Autizmdir. Mən ilk dəfə 2 yaşında onun eşitmişdim. Yəni autizm olduğunu. Daha doğrusu biz onu həkimə aparmışdıq boğazına görə. Onda diqqət əksilliyi olduğu üçün ora bir həkim gətirdilər, neopatoloq. Biz də bildik İradənin autizm olmağını da. Təbii ki, bir bayaq vurğuladığınız üçün düzdür, bir ailə travmadır əslində, amma oradan yəni necə möhkəm qalxmağımız əsas önəmlidir. Həm də Qatılıram sizə. İradə ilə bir yerdə, qızımın adı bu arada İradədir. İradə ilə bir yerdə qalxdıq ayağa. Təbii ki, qoymadıq, düşməyinə icazə vermədik. Lazım gələn yerlərə müraciət elədik. Lazım gəldi özüm, lazım gəldi müəllimələri. Yəni imkan vermədik ki, iradədə gerilik olsun. Daha da qoyduq ki, inşallah ki, artsın. Yəni şükür olsun, yaxşıdır. Yəni heç bir problemimiz yoxdur artıq. Yəni göz kontaktı artıq yarandı. İradə mən iradəyə görə bu yolu addımladım. İradə ilə bir ayaq addım atdım. Özüm sensor inteqrasiya təlimini alıram hal-hazırda. Yəni iradə ilə bağlı duyu bütünləmə də, yəni sensor bizdə duyu deyilir də.
Qoşuldum o təlimlərə ki, yəni iradəyə daha da biraz dəstəyim değsin ki, qoymayım da iradə belə geriləsin. Yəni bekar qoymayaq iradəni. Və burada siz qeyd elədiniz bayaq ki, autizm uşaqları valideynləri travmalı olur. Əslində bir gün mənə çox təsir elədi, düzdür, nə yalan deyim, səhərdən axşama qədər axşamdan daha doğrusu səhərə qədər ağladım. O ağlamaqla artıq hər şey bitdi. Ki ondan sonra da başladım iradəyə görə nələrsə planlaşdırmağa, ona uyğun hərəkətlər etməyə və hərəkətlərdən də əlavə, düzdür, əvvəllər ağlayardım, mən onu başa düşmürdüm ki, niyə o ağlayır, niyə o beləçinə rəftar eləyir, anlamırdım əslində onu. Amma sonradan hər şey mənə daha aydın oldu ki, qızım autizm spektriymiş, diqqət əksiliyi də var. Biz onu bağçaya qoyurduq, yəni diqqətinə görə, sosiallaşmağına görə. Düzdür, uşaqlarla qaynıb qaçışmırdı. Sonradan sonraya biraz başladı, yəni diqqəti də artmağa, bəzi yəni neopatoloqlar, psixiatrlar yanına apardıq. Amma mən bilirəm burada yenə valideynlər var, spektr olan uşaqların valideynləri var. Elə də çətin deyil. Mən hətta qızımla qürur duyuram. Mən onu heç vaxt tək qoyan deyiləm. Mən həmişə Allaha hər gecə onu yatızıranda Allaha belə dua edirəm ki, yəni nə qədər gücüm varsa, iradə ilə bu yolu davam edəcəm. Yəni icazə verməyəcəm ki, iradə düşsün, ayağı büdrüsün, nə bilim, ağlasın. Hətta o ağlayanda belə qoymuram ağlamağa. Ki o o ağladıqda mən də kövrəlirəm əslində. Ona görə onu dəfələrlə başını qatmağa çalışıram. Hətta onu sosiallaşdırıram, nə bilim, parka mı deyim, dostlarının yanına mı deyim. Hətta sağlam uşaqların içinə belə salıram mən o qızımı ki, qoymuram. Amma düzdür, son zamanlarda Türkiyədə belə bir hadisə baş verdiyi üçün təəssüflər olsun ki, Azərbaycana da yansıdı. Azərbaycanda da belə bir hadisə baş verdi ki, hansı məktəbdə uşaq termosun içində spirt doldurub gətirib və həmin uşağın üzünü yandırmışdı və ona da təəssüflər olsun ki, autizm spektr qoydular və deyəsən mən belə hiss etdiyimə görə deyəsən artıq sağlam uşaqlarla qoymayacaqlar. Mən burada bir düzəltmə eləyim. Türkiyədəki məsələ autizm yəni çox yanlış bir yayılma oldu. Yəni o uşaqdakı spektrum autizm spektrumu deyildi. Onda tamamilə ailədən qaynaqlı olan. Çox yaxşı bilirəm. Mən sizə çox yaxşı başa düşürəm. Çünki bizim əvvəlki təlimimizdə belə Türkiyədən gələn mütəxəssislər var idi ki, gəldilər, onlar danışdılar ki, güya deyirlər autizmdə, əslində autizm deyil. Mən öz qızımdan deyirəm, qızım heç qarışqa belə görsə ondan qorxub qaçan uşaqdır. Yəni autizm uşaqları heç bir insanlara zərər vurmurlar. Əksinə onlar genel yəni xüsusi təhsilə ehtiyacı olan uşaqların heç biri, mən xatırlarsınızsa en başda da dedim ki, heç görmüsünüz ki, belə bir uşaqlar kiməsə zərər versinlər. Bunu qəbul eləmirəm. Bəli, və hətta mən ona da demək istəyərdim ki, kaş səsimiz hara lazımdır yayılsaydı, o autizmdir, lap olsun downdur, bu tip uşaqları, yəni mərkəzə gələn uşaqları da görürəm. Yəni iradədən də ən ağır variantda olan uşaqlar var. Hətta onları mən o qədər qucaqlayıram, öpürəm, analarına dəstək verirəm, deyirəm yıxılmayın, qəti onlara göz yaşınızı göstərməyin, yəni güclü olun. Güclü olmaq lazımdır bu yolda və mən ona da deyim ki, bu söhbətlərdən sonra deyəsən təəssüflər olsun ki, sağlam uşaqlarla bir yerdə qoymayacaqlar. Bu mənə çox toxunur. Həqiqətən çox toxunur. Çünki artıq bütün müəllimələrin əksəriyyəti bu söhbəti eləyir, istəmirlər artıq autizm uşaqlarla sağlam uşaqlar bir yerdə olsun. Bu əslində çox pisdir. Nə ilə bağlı? Sağlam uşaqlarla autizm uşaqlar, əvvəla autizm uşaqlar çox savadlı olur. Çox mükəmməl qavrama qabiliyyətləri olur. Bir də mən bunu da vurğulayım ki, autizm bir xəstəlik deyil. Autizm genetik bir sendromdur, yəni bir sendrom. Bunu heç kim xəstəlik olaraq adlandıra bilməz. Bəli. Onu xəstəlik kimi deyə Azərbaycanda olan mütəxəssislərin
Mən özünə xəstə deyirəm. Çünki o Bəli. neyroinkişaf təhlili idi. Onunki Xəstəlik ancaq deyil asla. təlim və autizm teşhisi qoyulmuş uşaqların 44% yüksək intellektə, yüksək zəkaya malik olur. Aspergon olan sendromları bəli. Bəli. Bu dəqiqə hal-hazırda dünyada liderlər var ki, autizm Asperger sindromundan, yəni özləri etiraf eləyir ki, bunu kimlərdir, biz bunu bilirik. Ki, yəni bununla heç vaxtı valideynə sözüm anaya ki, siz heç də evladınıza görə utanmayın. Nə gözəl belə bizim terapist analarımız var ki, ətrafına belə gözəl maarifləndirici, yəni nur saçır. Çox sağ olun xanım. Allah sizə çox həmçə evladınızın uğurlarına baxıb sevinəsiniz inşallah. Bir də mən bir şey soruşmaq istəyirəm. Neçə yaşınız var? İradənin neçə yaşı var idi? 5-6 yaşı tezəlikcən oldu. Mən bir şey sual da vermək istəyirəm hətta sizə ki, Buyurun. bax indi belə bir söhbət yayılır ki, sağlam uşaqların içində olmasın. Bu nə dərəcədə düzgündür ki, Heç bir dərəcədə düzgün deyil. Dediyim kimi xüsusi bəli. Deyirəm, mən çox təəssüflər eləyirəm. Mən bu söhbəti eşidəndən sonra vəbşə, yəni bu müəllimələrin ağzında bu söz gəzir ki, zaten onlar hansı ki çox yuxarılardan gəlir də söhbət. Bəzən olur da, indi bir-birinə deyəndə ətraf aləmdə yayılır. Mən belə bir şey deyim ki, mən belə bir şey vurğulayım ki, bu mövzu ilə əlaqədar heç bir şəkildə mən bunu qəbul eləmirəm. Çünki birincisi bu sendromdur. Down sendromu da olsa, autizm sendromu da olsa, DHB də olsa, bu bir sendromdur. Və yəni bu sağlamlıqla əlaqədar bir şey deyil. Yəni bu bir saldırğanlıq deyil, bu bir yəni bir zərər vermə deyil, yəni. Sadəcə bu arada hər birimizdə də bu ola bilər, yəni ki 40 dənə belirtisi varsa əgər autizm spektrum pozukluğunun 40-ı deyil, amma məsəl üçün məndə 4-ü 5-i var baxdığımda, yəni o şeydə, ya da 10-u var. Yəni demək istədiyim odur ki, hamımızda çıxa bilər belə bir şey. Bunu şeydən kənarlaşdırıb, toplumdan kənarlaşdırıb, eyni uşaqlarla böyüməsinlər falan. Xeyr, bir də bunu Azərbaycanda biraz tərbiyə ilə də əlaqələndirirlər. O uşaqların məsəl üçün səsi daha gür çıxanda və yaxud da o şeyləri eləmək istəməyəndə deyirlər ki, ay bu uşaq tərbiyəsizdir, nə bilim. Xeyr, siz onun təlimini və təhsilini bilmirsiniz. Buradan elə müəllimələr varsa onlara da demək istəyirəm ki, bunları mütləq almalısınız. Yəni çünki həyat hep normal uşaqlarla davam eləmir. Belə uşaqlar da var və belə uşaqlarla da davam eləyəcək. Semptomunu bilməsək, yolda, orada, burada, yəni hər hangi bir yerdə, yəni bu semptom olan bir şeydir. Nigar xanım, üzr istəyirəm. Təəssüflər olsun ki, mən oğlum da var, 2 övladım var mənim. 12 yaşında oğlum var, 5-6 yaşında qızım var. Mən oğlumun məktəbinə gedəndə təəssüflər olsun ki, indi düzdür. Yəni müəllimələrin əksəriyyəti biraz aqressiv olublar və deyirsiniz, çox insanlarda bəzən araşdırsaq o sindromların bəzi şeyləri çıxırdı üzə. Bunu düz vurğulayırsınız. Bir məktəb, bir sinifin içində bəlkə araşdırsaq 6 dənə hiperaktiv uşağı mütləq ki görəcəyik. Dayanmırlar, hərəkətdədirlər və bəzən bizdə valideynlər qrupunda olanda müəllimə şikayət edir, uşaqlarımız dinc dayanmır, nə bilim çox hərəkətdədirlər, bir-birlərindən məsəl üçün mübahisə eləyirlər, nəyisə dalaşırlar, eləyirlər. Yəni müəllimələr artıq bəlkə də proqramları ağır olduğu üçün düzgün yol götürə bilmirlər. Bəli, bəli. Düzgün formalaşdırsınlar, cəmiyyətə düzgün uşaqları ötürsünlər. Hər bir müəllim də şikayət edir. Hər bir müəllim. Yəni deyirəm də bu semptomu bilmədiklərinə görə mənim sinifimdə mən indi məktəbə qədər uşaqlarla işləyirəm. Normal eğitim olan uşaqlarla 10 uşağım varsa bundan 4-ü, baxın 4-ü əvvəllər heç yox idi, amma son zamanlar 4-ü diqqət eksikliyi və hiperaktivite bozukluğu olan uşaqlardır. Bəli. Durmurlar.
fərqinə varıram artıq. Yəni mən ola bilər ki, mən az oğlumun məktəbinə gedərəm, amma mən artıq o uşaqları görəndə artıq uzaqdan uzağa mən o uşağın diaqnozunu qoya bilirəm ki, bu uşaqda nədir problem ki, məsəl üçün bu uşaq yerində dayana bilmir. Amma müəlliməsinə deyəndə müəlliməsi düzdür, hər şeyin şikayətini eləyəcək təbii ki, amma çətinliyi düşən müəlliməsi deyil, valideynidir. Yəni valideynlər də əslində bu çox təəssüflər olsun ki, valideynlər övladlarına çox az vaxt ayırırlar. Çox pis bir şeydir ki, vaxt ayırmadıqlarına əvvəllər parkda olardı, uşaqlar bayıra çıxardılar. Mənim nənəm, anam bizi həyətə icazə ilə buraxardı. Çıxardıq, həyətdə oynayardıq. Telefon zad olmazdı. İndiki cəmiyyətdə valideynlər əksəriyyəti telefonu verir əllərinə. Nə bilim, həyətə icazə vermirlər çıxmaqlarına, oynamaqlarına. Sonra Bəli. deyirlər uşaqlar hiperaktivdir. Sonra deyirlər uşaqlar xəstədir. Nə bilim, ancaq telefondur. Yəni ona görə biraz cəmiyyətimiz Bir də biz biraz Azərbaycan toplumunda bunu qəbul eləməkdə istəmirlər. Keçər, keçmir bu. Bunun üstünə düşmək lazımdır. çox sağ Kaş ki olun. bütün Kaş ki bütün ailələr sizin kimi olsa, bütün analar belənçinə düz görsə, yəni hər şeyi və həmən müdaxilə eləsin. Yəni uşağım üçün daha yaxşı nə ola bilər deyə fikirləşsə. Mən çox təşəkkür edirəm və sizin sizə kimi həm təşəkkür qadın edirəm. olaraq qürur duydum ki, belə bir anasınız və sizə uğurlar arzu edirəm bu yolda. Yarxan, mən övladıma görə, tək mən öz övladıma görə yox, başqa uşaqların spektr uşaq olsun, Down olsun, iflic olsun, mən onlara sevgi ilə yanaşıram, hər birinə dəstəyim, nə qədər köməyim dəysə də, tək övladımı, yəni onlardan heç birindən ayırmıram. Yəni onları da çox sevirəm, öz uşağımı da sevirəm. Çalışıram, nə qədər gücüm var, hər bir uşağa da dəstəyim deyilsin. Çox sağ olun. Ürəyinizə böyük sevgi göndərirəm. Dediyim kimi, sizin kimi insanların çox olması diləyilə. Çox sağ olun Nigar xanım. Siz sağ olun. Bəli, başqa varmı? Deyəsən başqa yoxdur. Çox təşəkkür edirəm qatıldığınız üçün. Hər şey üçün, dinlədiyiniz üçün də çox təşəkkür edirəm. Bu fürsəti sağladığınız üçün də təşəkkür edirəm Fatma xanım. Dediyim kimi, mənimlə iletişim qura bilərsiniz. Bütün bilgilərim var bildiyim qədərilə. Olmasa da direkt Fatma xanımla iletişim qurub bilgiləri ala bilərsiniz. Hər şey üçün çox təşəkkürlər. Bir daha görüşmək diləyilə. Əziz Nigar xanım, dəvətimizi qəbul etdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, bu təlim ümumiyyətlə inklüziv təhsil barəsində, uşaqlara yanaşma barəsində, müəllim necə olmalıdır onlara qarşı, bu barədə geniş məlumat verdiniz. Qrupda mütəmadi olaraq təlimlər təşkil olunacaq. Tövsiyəm budur ki, qrupu tərk etməyəsiniz, hətta həmkarlarınızı dəvət edəsiniz. Sertifikat üçün ekrandakı əlaqə nömrəsinə yazmanız kifayətdir. Gecəniz xeyrə qalsın. Növbəti təlimlərimizdə görüşənədək. Sağ olun. Gecəniz xeyrə qalsın. Çox sağ olun. Siz sağ olun, siz sağ olun. Sağ olun.